Hər kəsə salam. Bu gün biologiyadan hüceyrənin kimyəvi tərkibi su izahı olunacaq. Atom maddəni kimyəvi yolla bölünməyən ən kiçik zərrəciyidir. Bütün maddələr atomlardan ibarətdir. Bir çox maddələr öz aralarında kimyəvi rabitə əmələ gətirən atomlardan ibarət molekullardan təşkil olunmuşdur. Yəni atom maddənin ən kiçik quruluş vahididir. Gördüyümüz cisimlər və maddələr hər biri atomlardan təşkil olunmuşdur. Məsələn, oksigen molekulunun bir-birinə bağlı 2 oksigen atomu var. Yəni, oksigen molekullarında bir-birinə bağlı 2 oksigen atomu var. 2 oksigen atom birləşir, oksigen molekulunu yaradır. Müəyyən bir maddənin bütün molekullarında həmişə eyni növ və sayda atomlardan ibarət olur. Karbon, oksigen və azot kimi bəzi maddələr yalnız bir növ atomdan ibarətdirsə, onlara element deyilir. Yəni, bunlar karbon, oksigen və azot bir növ atomlardan təşkil olunub. Karbon, karbon atomlarından, oksigen, azot da onun kimi azot atomlarından. Və bunlar element adlanır. Hər bir atom növü özünə məxsus xüsusiyyətlərə malikdir. Bu səbəbdən müxtəlif elementlər bir-birindən fərqli kimyəvi və fiziki xüsusiyyətlər göstərir. Məsələn, gümüş və qızıl elementləri bu xüsusiyyətlərinə görə bir-birinə seçilir. Bunun əsas səbəbi isə onların tərkibinin yalnız müvafiq atomlardan ibarət olmasıdır. Gümüş elementi yalnız gümüş atomlarından, qızıl isə yalnız qızıl atomlarından təşkil olunmuşdur. Alimlər təbiətdə 92 müxtəlif növ atom kəşf ediblər. Beləliklə, təbiətdə yalnız 92 müxtəlif növ elementə rast gəlinir. Ətrafımızda bir çox maddələr də elementlərin birləşməsindən ibarətdir. Yəni, gördüyümüz maddələrin bir çoxu bir neçə elementin birləşməsi nəticəsində yaranır. Kimyəvi reaksiya zamanı müxtəlif elementlər birləşərək kimyəvi birləşmələr adlandırılan yeni maddələr əmələ gətirir. Məsələn, bir neçə maddənin reaksiya zamanı reaksiyaya girir və kimyəvi birləşmələr əmələ gətirir. Canlı orqanizmlərdə olan maddələrin və ya kimya birləşmələrin təxminən 99% əsasən 4 elementdən ibarətdir. Karbon, hidrogen, oksigen və azot. Bu 4 elementdən başqa elementlərlə birlikdə canlı hüceyrələrdə bütün molekulların əmələ gəlməsi istifadə olunur. Hüceyrədə ən çox rast gələn kimya birləşmələri aiddir. Canlı hüceyrələrin əsas hissəsini təşkil edən su, karbonhidratlar və yağlar kimi hidrogen və oksigendən ibarət karbon əsaslı bioloji molekullar. Karbon, hidrogen və oksigendən əlavə azot da daxil olmaqla tərkibində müxtəlif elementlər olan karbon əsaslı bioloji molekullar. Məsələn, zuallar və nüklein turşuları. Yəni, burada olanlar əsasən canlı orqanizmlərdə olanlardır. Yəni, canlı orqanizmdə canlı hüceyrələrdə olanlardır. Yəni, mövcuddur. Məsələn, karbonhidratlar, nüklein turşuları kimi yağlar, zülallar əsasən canlı orqanizmlərdə mövcuddur. İndi sudan başlayırıq. Burada da hidrogen rabitəsi verilib. Hidrogen rabitəsi 2 hidrogen atomu, bir dənə də oksigen atomu. Belə. Su həyat üçün vacibdir. Çünki bir çox bioloji proseslərin onun iştirakı ilə baş verir. Buna görə də su canlıların bədənində geniş yayılmışdır. İnsan bədənində kütləcə təxminən 80% sudan təşkil olunur. Bəzi bitki və heyvanlarda isə bu göstərici 95%-ə qədərdir. Hidrogen rabitəsi ilə bir-birinə birləşmiş su molekulları hidrogen və oksigen elementlərin atomlarından ibarətdir. Yəni, bu şəkildə olan hidrogen və oksigen ibarətdir. Suyun xüsusi istilik tutumu başqa maddələrə nisbətən xeyli yüksəkdir. Buna görə də o tədricən qızır və tədricən soyulur. Molekullar arasında zəif Hidrogen rabitələri zəif olduğundan yüksək donma temperaturuna malikdir. 0 dərəcə ilə 100 dərəcə arasında maye halında olan su canlıların yaşaması üçün əlverişli yaşayış mühitini təmin edir. Donmuş suyun buzun sıxlığı maye suyun sıxlığından az olduğu üçün o suyun səthində ayrıc qat istilik izolyasiyası təbəqəsi yaradır ki, bu da qatın altında suyun qalan hissəsinin donmasını ləngidir və buzun altında canlıların donmasının qarşısını alır. Su digər maddələrdən fərqli olaraq, su donduğu zaman onun sıxlığı azalır. Lakin digər maddələrdə donan zaman sıxlıq artır. Buna səbəb də, məsələn, göllərin, çayları donan zaman üst hissəsi dolur. Alt hissəsi maye halda qalır. Səbəbi isə üstü donur, üstü izolyasiya rolunu oynayır. Altı isə donmur, soyuqdan qoruyur.
Ona görə də onun altında olan balıqlar, müxtəlif yosun növləri həyatda qala bilir, yaşaya bilir. Bitki yarpaqları tərəfindən suyun buxarlandırılması günəş işığına yarpaq toxumalarını həddindən artıq qızmaqdan qoruyur. İnsan orqanizmi tərləmə vasitəsilə də istiliyin xaric edilməsini, tənzimlərin və bədən temperaturunun sabit saxlanılmasını təmin edir. Bitkilər də insanlar kimi hava günəş işığı miqdarı artdıqca bitkilər də insanlar kimi buxarlandırır. Yəni istiliyi kənarlaşdırmaq istəyir. İnsanlar da eynidirlər. İstilik miqdarı artdıqca tərləmə vasitəsilə bədəndən istiliyi xaric edir. Həlledici olan su molekulları həll olan molekulları əhatə edir və onları məhlulda saxlayır. Həll olan maddənin molekulları daha asan reaksiyaya daxil olaraq molekyular proseslərində iştirak edir. Çünki su molekulları polyardır və polyar molekullar hər hansı digər maddələrdə suda asan həll olur. Karboksil, COOH və ya amin toşları NH2 qrupları kimi ionlaşmış qruplar olan karbonlu birləşmələr suyun hidroksil OH qrupları ilə hidrojen rabitələmə hərəkətləri asanlıqla suda həll olur. Natrium xlorid, NaCl kimi birləşmələr suya müsbət və ya mənfi ionlar buraxır. Bu ionlar ətrafında su molekulu qruplar əmələ gətirir və həll olur. Məsələn, suya duzu su ilə qarışdırdığımız zaman məhlul əmələ gəlir. Bu məhlulun suyun, yəni duzda həll olmasının səbəbi su molekulları natrium xloridin, yəni süfrə duzunun ətrafına yığılır və onları həll edir. Yəni onları həll edir. Lakin bəzi maddələr də var ki, suda həll olmurlar. Su molekulları onları həll edə bilmir. Suyun xüsusi istilik tutma və həlledici qabiliyyəti canlı orqanizmlərə vacib bioloji proseslərin və həyat üçün vacib olan kimyəvi reaksiyaların normal şəkildə hüceyrədə daxilində baş verməsi və molekulların sitoplazmada həll olunmasını təmin edir. Su həm də maddələrin daşınmasında əhəmiyyətli vasitədir. İnsan və heyvan orqanizmlərin daxili maye mühiti, qan plazması, limfa və toxum mayesi tərkibində suyun hesabı hüceyrələrin qidalı maddələri çatdırılır və parçalanma məhsulu hüceyrədən kənarlaşdırılır. Toxumlu bitkilərin oduncaq borularında suyun yarpağa doğru hərəkəti suyun polyarlığı ilə əlaqədardır. Oduncaq borusu ilə divar sətdi ilə şəkildə göründüyün kimi oduncaq borusu divar sətdi ilə su molekullarının arasındakı cazibə nəticəsində yapışma baş verir. Yəni həm rabitə nəticəsində, həm də cazibə nəticəsində birləşir. Bu kənarları oduncaq borusuna yapışır və rabitə nəticəsində su yuxarı çəkir. Yəni qalxan su altdan gələn suyu özünü birlikdə rabitə nəticəsində yuxarı çəkir. Oduncaq borusu su molekulları. Molekullar arasındakı rabitə sayəsində bəzi su molekulları oduncaq borusu ilə yuxarı qalxarkən digər su molekullarını da özləri ilə yuxarı doğru çəkir. Bu tapşırıqlara isə gəldikdə bu tapşırıqlar digər video formasında tapşırıqları aydın şəkildə çəkib paylaşacağım. Sağ olun. Görüşənədək.